Milli Hidrometeorologiya Xidməti bildirir ki, 30 iyunda Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Temperatur gecə 20-24, gündüz 25-29 dərəcə isti. Atmosfer təzyiqi isə 752 mm civə sütunu təşkil edəcək. Naxçıvanda axşama doğru bəzi yerlərdə az yağış yağacaq. Temperatur 26-30 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında yağış, şimşək gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacaq, dolu düşəcək. Gecə və səhər duman müşahidə olunacaq. Mülayim qərb küləyi bəzi yerlərdə güclənəcək. Temperatur gecə 19-23, gündüz 29-34 dərəcə isti, dağlarda gecə 10-15, gündüz isə 18-23 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.